Təchizat zəncirində risklərin idarə edilməsi barəsində danışanda bu prosesin ən əsas amillərindən biri məhz müqavilədir. Amma əslində hər bir təchizat zənciri, hər bir satın alma münasibəti, hər bir öhdəlik, qiymət müqavilə üzərində qurulur. Və müqavilə riskin idarə edilməsində əsas bir vasitələrdən biridir. Ən effektiv müqavilə o müqavilədir ki, hansında ki risklər balanslı, səmərəli şəkildə bölünür. Və bu halda müqavilə sabit əməkdaşlığa gətirib çıxarır. Amma müəyyən bir risklər var ki, onlar hər zaman satın alan təşkilatları audit haqlarını qorumalıdır. Bu antikorrupsiya, uyğunluq, etika riskləri, bəli, səthənlə bağlı risklər və bu kimi risklərdə mənim fikrimcə satın alan şirkət bunlara diqqət yetirilməlidir və həmin maddələri düzgün şəkildə müqavilədə əks etdirməlidir. Mən balanslı və səmərəli deyəndə bunu nəzərdə tuturam ki, hər bir risk təhlil olunmalıdır və danışıqlar zamanı təkcə qiymətə fokus yox, risklərə də diqqət yetirilməlidir və risklər şəffaf şəkildə müzakirə olunmalıdır hər iki tərəf arasında və nəticədə hansı tərəfə daha məqsəd uyğundursa, o tərəfə ötürülməlidir.